Elhamdülillahi Rabbil alemin. Və sallallahu və səlləm alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi ecmaîn. Əmmə bəd. Biz Salihlərin Baxsız kitabında 27-ci bölümü bugün götürəcəyik inşallah. 27-ci bölüm Bəbu tə'zim hürmətil muslimin və bəyan hüquqihim və şəfəqət aleyhim və rəhmətihim. Müsəlmanların hörmətli olan şeyləri təzim eləmək, onların haqlarını bəyan eləmək, onlara şəfqət və rəhmət göstərməkdir. Müəllif Rahimehullah bölümün adını belə qoyubdur və burada Allahın kitabından bir neçə ayə zikr edibdir. Əl-Həcc surəsi 30-cu ayədə qala Allah Teala: "Zəlikə və men yu'azzim hurumatillahi fehuve xeyrun lehu inde rabbih." Bax belə Allahın haram buyurduqlarına kim hörmət etsə, o onun üçün Rəbbi yanında daha xeyirlidir. Başqa yerdə Allah Teala deyir ki: "Zəlikə və men yu'azzim şə'airallahi fe inneha min taqval qulub." Kim Allahın ayinlərini təzim edərsə də, hörmətlə yanaşarsa da, o qəlblərin nəyidir? Təqvasıdır. Başqa ayədə Allah Teala deyir ki: "Vəxfid cənahəkə lil-mu'minin." Möminlərə yumuşaq davran. Möminlərlə yumuşaq davran yine. Əl-Hicr surəsi 88-ci əl-əyə. Müəllif Rahimehullah bu ayəni zikr edir. Şeyx İbn Ütheymin Rahimehullah deyir ki, Müəllif Rahimehullah bölümün adını qabaqda zikirlədiyimiz kimi qoyur. Müsəlman onun müsəlman qardaşı üzərində haqqı vardır. Əksinə bir neçə haqları vardır. Yəni çox haqları var. Nəbi sallallahu əleyhi və səlləm çox yerlərdə bunu zikr edibdir. Onlardan birincisi onunla görüşdükdə ona salam verməsidir. Ona salam verir. Deyir ki: "Əssəlamu aleykə." Və yaxud da ki: "Əssəlamu aleykum." 3 gündən artıq qardaşından küsuru qalmır. Uzaq durmur. Yəni küsur olaraq yəni. Yəni 3 gündən sonra bu onu görür, o da bunu görür, üst çöndərlər bir-birinə. Bu halal deyil ona. Onların ən xeyirlisi salamla başlayandır. Lakin 3 gün müddətdən artıq sən hicrət edə bilərsən, uzaq dura bilərsən qardaşından, əgər bunda məsləhət görərsənsə də. Məsləhət var. Görsən ona fayda verir. Yəni 3 gündən çox görsən ki, bir insan günah üzərindədir, qardaşın açıq aydın o günahları edir, bundan tövbə eləmir və sən də görürsən ki, sənin ondan uzaqlaşmağın onu tövbəyə aparır. Bunu görsən, bu halda neyinsən uzaqlaşa bilərsən. Bunun üçün də hicrətdə ən səhih olan qövl budur ki, bir qardaşdan uzaqlaşmaq məsələsində ən səhih olan qövl odur ki, İnnəhum rəxxasu fihi fi xilali 3 əyyam. Yəni 3 gün ərzində icazə verilibdir. Bundan artıq olan isə məsləhətə baxılır. 3 günə ki, problemdir. Birini nəsiyyət edirsən, günah üzərində görsən, nəsiyyət edirsən, qaçılmırsa, çəkinmirsə, 3 gün insandan uzaq dur, danışdırma da, uzaqda dur, salam da vermə, salamını da alma. 3 gün. 3 gündən artıq olmaz. Əgər görsən ki, məsləhət var, təsirlənəcək, tövbə edəcək, bu halda dura bilərsən. Yəni, belə görsən xeyirlə nəticələnir, eləsin, qoy eləsin. Əks halda isə icazəli deyil. Hətta həmin insan günahı açıq eləsə belə. Yəni, ondan uzaq, əslində bir qardaşdan uzaqlaşmaqda, icrət eləməkdə məsləhət axtarırsan da, sən niyə ondan uzaqlaşsan ki? Uzaqlaşsan ki, bu insan bəlkə başa düşər, deyər, bu qardaş məndən niyə uzaqlaşıb? Oturar, fikirləşər, soruşar. Qayıda bilər də etdiyi günahlardan, hasiliklərdən. Əgər görsən ki, məsləhət yoxdur, gəlin günahın üzərindədir, 3 gündən artıq uzaqlaşmaq sənə icazəli deyil. Sonra bu ayəni gətirir ki, belə ki, kim Allahın haram buyurduqlarını hörmət etsə, yəni ki, hörmət etsə o mənada ki, o şeyləri
əzəmətli görüb onlara yaxınlaşmasa, yəni həmin haramlara düşməsə, o onun üçün Allah yanında daha xeyirlidir. Yəni buradakı hörmət dedikdə, yəni Allah Subhanahu taalanın bəzi məkanları, bəzi zamanları, bəzi şəxsləri o möhtərəm edibdir onları. Bizim dildə möhtərəm kimi başa düşür. Yəni onları orada olunan hər hansı bir o şəxs yerlərdə, o zamanlarda, o şəxslərdə olunan o haram əməlləri etmək daha şiddətlidir. Yəni onların haqqına heç vaxt girmək olmaz. Yəni insan buna hörmətlə yanaşmalıdır. Yəni kim Allahın hörmət buyurduqlarını, yəni haram buyurduqlarını hansı ki təzim edərsə də, və ya da hörmətli tutduqlarını təzim edərsə də, o onun üçün Rəbbi yanında daha xeyirlidir. ومن كان يكره أو يشق عليه تعظيم هذا المكان كالحرمين مثلا والمساجد أو الزمان كالأشهر الحرم ذو القعدة وذو الحجة والمحرم والرجب وما أشبه ذلك فليحمل على نفسه ويكرهها على تعظيم. Kimə ki ağır gələrsə də bu yerlərə hörmət eləmək ağır gəlir. Deyək ki, Məkkədə, Mədinədə bu məscidlərə və yaxud da ki, haram olan aylar var. Zul-Qayda ayıdır, Zul-Həccə ayıdır, Muharram ayıdır, Rəcəb ayıdır ki, haram aylarda bir insan buna oxşar haram olan şeylərə nəfsi ağır gəlir təzim eləmək bu şeylərə. Deyək, qoy öz nəfsini daşısın, məcbur eləsin ki, bu şeylərə təzim eləmək lazımdır. Hörmətlə yanaşmaq lazımdır. O min zəlikə həmçinin insan müsəlman qardaşlarını təzim eləməsi, onların hər birini öz dərəcəsinə qoyması, bir müsəlmana halal deyil ki, öz müsəlman qardaşını təhqir eləsin, yuxarıdan aşağı baxsın. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, bir kəsə şər olaraq kifayətdir öz müsəlman qardaşını təhqir eləməsi, yəni ona yuxarıdan aşağı baxması. Hədis Müslimdə də, Əbu Hüreyrədən gələn hədisdə. Yəni ki, təhcə heç nə eləməsə, şər olaraq, yəni insan öz qəlbi ilə də onu edir də, insan onu edəndə qəlbi ilə edir insan onu, öz qardaşını qəlbi ilə neyir, təhqir edir. Bir kimini ki, belə məsəl yuxarıdan aşağı baxır ona, şər olaraq kifayətlə əuzə billah. Və yaxud da ki, dili ilə ona qarşı hədd aşması və yaxud da əli ilə öz müsəlman qardaşına hədd aşması. Bunlar hamısı günah olan şeylərdəndir. Allah qorusun belə şeylərdən. Beləliklə, Allah Azza və Cəllənin haram buyurduğu şey vardır ki, onu təzim eləmək lazımdır. Əhd bağlayır müsəlmanlarla kafirlər əhd bağladıqda həmin əhdi qoruyub saxlamaq, pozmamaq həmin əhdi. Yəni bir kəsə müsəlmanlarla, onunla və kafirlərdən kimsə, bir müsəlmanla, kafirlərdən kimsə bir kafir əhd bağlayarsa da, yəni bir kəsə icazəli deyil ki, o əhdi pozsun. Və əhd bağlayanlar 3 qismə bölünürlər. 3 qismdirlər. Onlar Allah Subhanahu taala da əmr edir ki, yəni ki, əhdi qoruyub saxlamaq. Birinci qismdə deyir ki, onlarla əhdi qoruyun, saxlayın. Yəni, ətimmu əhdəhum fəhəvləy nütəmmimu əhdəhum. Yəni, kimlər ki, əhdi qoruyub saxlayırlar, öz əhdlərini qoyur, ətəmmul əhdəhum, öz əhdlərini qoruyub saxlayırlar, biz onlarla əhdi qoruyub saxlayırıq, tamamlayırıq. İkinci qismdə onlar əhdə xəyanət edirlər, onu pozurlar. Allah Teala onlar barəsində deyir ki, fəstəqamu ləkum fəstəqimu ləhum. İnnallaha yuhibbul muttəqin. Yəni onlar doğru əhdlərində doğru olduqları müddətdə siz də onlarla doğru olun. Allah Teala müttəqiləri sevir. Bunlar öz əhdlərini pozurlar. Necə ki, Qureyş öz əhdini pozmuşdur. Özləri ilə Muhammed sallallahu əleyhi və səlləm arasında olan əhdi Hüdeybiyyədə pozmuşdular. Hüdeybiyyədə əhd bağlamışlar, həmin o əhdi pozmuşdular şeylər.
فَاِنَّهُمْ وَدَعُوا الْحَرْبَ بَيْنَهُمْ 10 sinin. Yəni döyüşün olmayacağı barəsində 10 illik şey bağlamışdılar. Doqovor bağlamışdılar ki, döyüş olmayacaq. Lakin Qureyş bu əhdi pozur. Həmin əhdi neyirlər? Pozurlar. Bizlərlə onlar arasında belə halda əhd qalmır. Allah Teala nə deyir? Allah barəsində deyir ki, Ələ tuqatilunə qavmən nəkəsu əymənəhum və həmmu bi ixraci rasulü və hum bədəuhum əvvələ mərrə. Ətlərini pozan kəslərlə qövmlə döyüşməyəcəksiniz mi siz? Hansılar ki, onlar rəsulu istədilər çıxartsınlar və onlar birinci olaraq başladılar. Yəni, ətlərini pozmağa birinci olaraq başladılar. Üçüncü qism odur ki, yəni, ətlərini pozmayıblar, amma qorxuruq ki, pozarlar. ehtimal var. Bunlara xəbər veririk. Deyirik ki, sizinlə bizim aramızdakı əhd pozulub, yoxdur. Bilin, hər an döyüş ola bilər. Hazırlaşın. Müsəlman belə olur. Yəni, əhd var, əhdi pozmur. Amma qorxu ki, bu qarşı tərəf xain çıxar, bu ehtimal var, onlara xəbər verir. Qabaqçıdan ki, baxın, əhdimiz yoxdur aramızda. Allah Teala Quran-ı Kərimdə bunlar barəsində deyir ki, وَإِمَّا تَخَافَنَّ مِنْ قَوْمٍ خِيَانَةً فَانْبِذْ إِلَيْهِمْ عَلَى السَّوَاءٍ إِنَّ اللَّهَ لَا يُحِبُّ الْخَائِنِينَ. Əgər bir qövmün xəyanətindən qorxarsansa da, onlara o şeyin pozulmasını xəbər verginən. Əhdin, yəni ki, bərabər onlarla bizim aramızda yoxdur ki, əhd. Bunu tərk eləməyini xəbər vergin. Allah Teala xainləri sevməz. Yəni ki, sən qorxursan, mən tez qabağa düşün, belə bir şey yoxdur. Davə edim, onlara hücum edim, belə bir şey yoxdur. Xəbər ver. Qoy onlar da hazırlaşsınlar. Yəni, bunlar hamısı Allah Subhanahu Taala'nın haram buyurduqlarıdır. Və kullu şeyin cəaləhullah muhtərəmən min zəmənin əv məkan əv ayan fəhuvə min hurmətilləhi azə və cəllə. Allah Subhanahu Taala haram buyurduqları ki, məkanlar, zamanlar, müəyyən şeylər hansı ki, Allahın haram buyurduğu şeylərdir bunlar. Vacibdir ki, müsəlmana bu şeylərə hörmət eləsin. Bunun üçün də Allah Teala deyir ki, وَمَنْ يُعَذِّمْ حُرُمَاتِ اللَّهِ فَهُوَ خَيْرٌ لَهُ عِنْدَ رَبِّهِ. Kim Allah Teala'nın haram buyurduqlarına hörmətlə yanaşarsa, bu onun üçün Rəbbi yanında nədir? Daha xeyirlidir. وَمَنْ يُعَذِّمْ شَعَائِرَ اللَّهِ فَإِنَّهَا مِنْ تَقْوَى الْقُلُوبِ. Kim Allah Subhanahu Teala'nın ayənlərini təzim edərsə də, o deyir, qəlblərin təqvasıdır. Şəair dedikdə, burada zahirdə, yəni bu ayinlər dedikdə, zahirdə olan ibadətlərdir ki, istər böyük, istər kiçik, evi tavaf eləmək kimi, Safa və Mərvə arasında səyə, azan, iqamə, bundan başqa olan İslamın bütün bu ayinlərdir ki, insan lazımdır ki, bunu təzim eləsin, bunu təzim edən insan, bu onun təqvasına dəlalət edir. Kim ki, bunu təzim edirsə də. Yəni, qulun təqvası bu ayinləri təzim eləməyə qulu aparır, çıxarır. Aparır qulu bu şeyə. Sonra 3-cü ayədə burada müəllif Rahimullah gətirmişdi 3-cü ayəni وَخْفِدْ جَنَاحَكَ لِلْمُؤْمِنِينَ. Yəni, möminlərə rəhmətlə yanaş gələn. Yəni, yumuşaq davran, möminlərlə yumuşaq davran gələn. Başqa ayədə deyir ki, limən ittəbəəkə minəl müminin. Sən möminlərdən sənə tabi olan, kim ki tabi olur onlara. Yəni, burada mənası odur ki, onlara yumuşaq ol gələn, sözündə də, feilində də, yəni bunlarla, möminlərlə yumuşaq davranmaq lazımdır. Çünki mömin, müminin qardaşıdır. O, rahimun bihi, ona rəhm edəndir. Ona şəfqət bəsləyəndir. Peyğəmbər sallallahu vəsf edəndə deyir ki, Allah Subhanahu Taala kəlamda Əl-Fəth surəsində keçən ayədə Əşiddəu aləl kuffari ruhaməu beynəhum. Onlar kafirlərə şiddətlidirlər, öz aralarında rəhimlidirlər. Vəxfid cənahəkə limən ittəbəəkə minəl müminin. Möminlərdən sənə tabi olan kəslərə yumuşaq davran gələn. Yumuşaq müamilə onlarla. Burada dəlil vardır ki, İnsan
öz müsəlman qardaşlarınla təvazükar olmağa əmr olunubdur. Hətta həmin insanın dərəcəsi yüksək olsa belə. Sənin dərəcən, məqamın yüksəkdir. Vəzifə baxımından, imkan baxımından sən lazımdır ki, mömin qardaşlarından yumuşaq davranasan. Necə ki, quş iki qənədi ilə göyə qalxır. Baxmayaraq ki, məkanı yuxarıdadır. Quş qənədi ilə yuxarı qalxanda nədir? Yuxarıda olur. Yəni, bir kəsdə məkanı yuxarıda olsa belə, nə etməlidir? Qardaşlarına qanatlarını aşağı salmalıdır, onlarla yumuşaq davranmalıdır. Və bilsin ki, kim Allah üçün təvazükar olarsa da Allah onu qaldırar. Allah üçün təvazükar olan kəsi Allah Teala qaldırır. Ola bilsin ki, insan deyir ki, ola bilsin deyər də insan, mən falan kasıba təvazükarlıq eləsəm, onunla danışsam və yaxud da belədə kəsə təvazükar olsam və yaxud da onunla danışsam, buna oxşar şeylər desəm, belə eləsəm, olubsun mənim dərəcəm aşağı düşər, mərtəbəm aşağı düşər. Lakin bu şeytanın vəsvəsələrindəndir. Şeytan insana hər bir şeyə müdaxilə edir. Necə ki, ayədə də gəlir, deyir ki, qalə fəbimə qvaytəni. Allah Teala'ya deyir ki, şeytan, sən məni nə ki azdırdın, mən sənin düz yolun üzərində oturacağım onlar üçün. Müminlər düz yolda gedir, Allah'ın düz yolu üzərində oturacağım. ثُمَّ لَأَتِيَنَّهُمْ مِنْ بَيْنِ اَيْدِهِمْ وَمِنْ خَلْفِهِمْ. Sonra onların önlərindən və arxalarından gələcəm onlara. İş nədir? Vəsvəsə eləməkdir də. Sağlarından, sollarından gələcəm. Onların çoxunu şükür edən görməyəcəksən. Euzubillah. Allah bizə şükür edən qullarını eləsin. Həqiqətən, yəni çoxumuz demiyorlar ki, az şükür edirik. Bəzimizdən olduruq hətta. Hətta şükür, əgər müvəffəq olmuşuqsa şükürləməyə, elə şükürün özünə də şükür lazımdır. Şükür nə qədəm Allah Teala nemətləri var bizim üzərimizdə. Ən böyük nemət İslam nemətdir. Bizi İslama hidayət eləməsidir. Və İslamın içində də bizi bu düz hidayət, düzgün mənhəcə, düzgün əqidəyə yönəltməsidir. Bunlar hamısı nemətlərdir. Say geçsin. Ən böyük nemətlər bunlardır yəni. Ən böyük ruzu düz yolda olmaqdır. Subhanallah. Allah bizə sabit eləsin bu haqq yolda. Yəni şeytan Allah Teala'nın yolu üzərində durub müminlərin önlərindən, arxalarından, sağlarından, sollarından gəlib onlara vəsvəsə edəcək ki, deyir onların çoxunu şükür edən tapmayacaqsın. Yəni şeytan gəlir bir insana deyir, nətər bu fəqirə təvazükar olursan, bu fəqirdir, sən imkanlısan. Belə yanaşır. Vəsvəsədir bu yəni. Sən nətər bu bələdadırsan, böyüksən, nətər buna təvazükar yanaşırsan, nətər falan kəslə danışırsan, niyə falan kəslə bir yerdə gedirsən. Lakin kim Allah üçün təvazükar olarsa da Allah azza və cəllə onu qaldırar. Hətta həmin kəs alim olsa, böyük olsa, varlı olsa və yaxud ya. Yəni ona lazım olan odur ki, mömin kəsə təvazükar olsun. Amma kafir isə icazəli deyil ki, sən kafirlərə yumuşaq davranasan. Lakin dinə dəvət tərəfdən haqq üçün bunu eləməlisən. Bir dənə o nöqtədə. Dəvət baxımından, hidayət baxımından o kəsə yaxınlaşırsan, gözəl sözlər istifadə edirsən, dəvət edirsən İslama, bu nöqtə istisnasıdır. Əks halda kafirin heç bir hörməti yoxdur. Yəni bundan imtina eləməməlidir, insan təkəbbürlük eləməməlidir. Yəni həmin kəsi tərk eləməməlidir dəvəti. Əksinə həmin kəsi dəvət eləməlidir izzətlə və kəramətlə. İhanət eləmədən. Vaqfid cənahəkə lil-müminin. Yəni möminlərlə yumuşaq davran ginən. Necə ki Allah Teala bunu bildirir və başqa ayədə deyir ki, möminlərdən sənə tabi olanlarla yumuşaq davran ginən. Bu müsəlmanın qardaşları ilə olan vəzifəsidir. Lazımdır ki, yumuşaq sözündə də, əməlində də yumuşaq olsun. Yəni hədə mimmə yucibul
meveddete vel ulfe beynen nas. Bu deyir insanlar arasında sevgi ve yaxınlığı vacib edir. Sevgi, yaxınlığı bu şəriətlə tələb olunan bir şeydir. Bunun üçün də Nəbi Aleyhisselatü Vesselam düşmənçilik və nifrəti vacib edəcək hər bir şeyi qadağan eləmişdir. Məsələn, müsəlmanın alış-satışı üzərində satış eləməməlidir. Alış üzərinə alış eləməməlidir. Biri gəlib səndən nə salır, deyir, apar onu qaytar yenə, mən sənə ucuz verəcəm onu. Bunu eləməməlidir. Bundan başqa olan bilinən şeylər vardır ki, insanların diqqət edilməyəndən, yəni insanların çoxu üçün bu bilinən bir şeydir. Nifrət törədəcək, düşmənçilik törədəcək şeyləri insan eləməməlidir. Allah Taala müvəffəq edəndir. Gələn səfər davam edərik. Müəllif Rəhmanlı burada başqa ayələr də zikr edəcək bu bölümdə. Allah Taala istəyirəm ki, bizlərə faydalanır.